14 il. Bir insanın həyatından silinən 14 il. Amma ən dəhşətlisi bilirsiniz nə idi? O, azad olunduğunu 14 il sonra təsadüfən öyrənir. Bu videoda sizlərə 14 illik sürgün əzabını, itirilmiş mal dövləti və gizlədilən azadlıq sənədini bir kənara qoyub, Azərbaycan kinosunun şirin kişisinə çevrilən Məmməd Rza Şeyxzəmanovun faciəli taleyindən danışacağam. Şirin kişi, hara gedibsən? Qəməndir çağırır. Azərbaycanın xalq artisti Məmməd Rza Şeyxzəmanov 1915-ci ilin avqustun 4-də Gəncədə doğulub. Azərbaycanda Sovet hakimiyyəti qurulanda yeni hökumət digər varlı adamlar kimi onların da mal dövlətini əllərindən almışdı. Anası bir böyük otaq qarşılığında yaşadıkları mülkün yerində fabrika açılmasına icazə verdi. Məmməd Rza 12 yaşından işləməyə başlamışdı. Bizdə elə bir devr vardı ki, bir adamın fikri hökm şəkil almışdı. O devrin acı xatirələrini bizim nəslimiz heç bir zaman unuda bilməz. Hələ kiçik yaşlarından teatr olan həvəsi onu Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrına gətirir. Rejissor Həbib İsmayılovun təşəbbüsü ilə teatra dəvət edilən Məmməd Rza Şeyxzəmanov ilk dəfə Hind qızı tamaşasında Brahma adlı obrazı canlandırır. O, Gəncənin hörmətli ailələrindən birinin qızı olan Nigar xanıma aşiq olur. Gənc aktyorun hissləri qarşılıqsız qalmır. Ancaq qarşılarında böyük maneələr var idi. Nigar xanımın atası bəy nəslindən olduğu üçün qızını gənc aktyora ərə verməkdən imtina edir. Nəhayət Məmməd Rza Nigar xanıma elçi göndərmək fikrindən daşınır və 1938-ci ildə onu qaçırır. Bu evlilikdən onların 3 qız övladı dünyaya gəlir. Neçə yaşın var? 13. Xanəndə olmaq istəyirsən? Həyatında hər şeyin öz axarına düşdüyünü, çətinliklərin arxada qaldığını, rahatlığa qovuşduğunu düşünən Məmməd Rza üçün qarşıdan repressiya dalğası gəlirdi. Bu dəfə isə hədəfdə Məmməd Rza Şeyxzəmanov vardı. Əvvəlcə qardaşı Ələsgəri sürgün etdilər. Bunu görən Məmməd Rza xanımına boşanmağı təklif edir. Qızımı da, özünü də sürgündən xilas etmiş olarsan deyir. Onun özündən əvvəl bu təklifi Nigara artıq Sovet DTK-sından etmişdilər. Nigar isə yox, ərim harda, mən də orada deyə cavab vermişdi. Beləliklə onların bircə əzab-əziyyətli, məhrumiyyətlərlə dolu sürgün həyatı başlayır. 14 il sürgün həyatı yaşayan Məmməd Rzanın amnestiya kağızını ondan gizlədirlər. O, ailəsi ilə bərabər qaçaraq Gəncəyə gəlir. Uzun müddət hərəsi bir tərəfdə məskunlaşır ki, qayıtmaqları gözə çarpmasın. Necə olub ki, mən buna əvvəlcədən fikir verməmişəm? Bir gün o, Gəncə teatrında, Vaqif tamaşasında görüb aktyor kimi tanıyan Səməd Vurğundan kömək istəyir. Şairin köməkliyi ilə Gəncə teatrında işə bərpa olunur. Bundan sonra aktyorun həyatı normal axara düşür. 1954-cü ildə Gəncə teatrının səhnəsindəki uğurları onu Bakıya, Akademik Dram Teatrının səhnəsinə çıxartdı. Kəndirsiz nəyə lazımdır? Sənsiz mənim bir günüm doğulmasını öldürürüz. Məmməd Rza Şeyxzəmanov böyük ekrana ilk dəfə 1955-ci ildə Bəxtiyar filmindəki Rəcəbov obrazı ilə çıxıb. Qatır Məmməddə Gəncə qubernatoru, Böyük Dayaqda Şərəfoğlu, Kölgələr sürünürdə Qafar Niyazov, Əhməd Haradadırda Şirin kişi, Lifçi qızda rəssam, Qızıl uçurumda Qurban kişi kimi obrazlarla yaddaşlarda qalıb. Unudulmaz aktyor 1974-cü ildə xalq artisti adını alır. Əjdaha nədir canım? Nə əjdaha? Simnar xanla Göygöy Şosan bunu qəsdən uydurublar ki, kəndlər suya yaxın gəlməsinlər. Xalq artisti Rasim Balayev xatırlayır ki, Şeyx Əzəmin qızı Şəmsi boğduğu kadrı çəkirdi. Məmməd Rza Şeyxzəmanov qızı boğa-boğa ağlamağa başladı. Əslində heç o kadrda ağlamalı değildi. Amma o qədər roluna aludə olmuşdu ki, Şeyxzəmanovluqdan çıxmışdı. Onu sakitləşdirə bilmirdilər. Deyirdi ki, qızımı məcburiyyət qarşısında öldürdüm. Hamı onu başa salmağa çalışırdı ki, a kişi, bu roldur, səni heç kim qınamır. Söndü Şəmim. Bugün biz onu filmlərdə görəndə üzümüzdə xoş bir təbəssüm yaranır. Lakin o təbəssümün arxasında gizlədilmiş azadlıq eşqi, dondurucu soyuqlar və sadiq bir qadın sevgisi dayanır. Məmməd Rza Şeyxzəmanov sübut etdi ki, insanı mülkündən, vətənindən və azadlığından məhrum etmək olar. Amma istedadını əlindən almaq qeyri-mümkündür. Səhnədə o sadəcə bir obrazı canlandırmırdı.
içində illərlə yığılıb qalmış ağrını, itirdiyi gəncliyini, sürgündə keçən həyatını sanki bir anda yaşayırdı. Ay gülüm, ay gülüm, ay gülüm sen, dünyada bir dene sen. Gel benim gözümün karası, oğlumun oğlan balası. Təqvimlər 1984-cü il yanvarın 25-ini göstərəndə Azərbaycan kinosunun o nəhəng ürəyi artıq dözmədi və əbədi olaraq dayandı. Ancaq o bizə bir ömrə sığmayacaq qədər böyük bir miras və heç vaxt olmayacaq nurani simasını xatirə qoydu. Elə mən həmin arvada axtarıram da. Hə? Getdi. Ha tərəfə. Bax, bu tərəfə. Odur bax, taksi. Ye.